Salam. Abituriyentə kömək rubrikasında yay imtahanları ilə əlaqəli testlə sürətli işləmə mövzusunda bir neçə tapşırığa baxırıq. 137-ci çalışma. Müxtəlif nitq hissələrinə mənsub amonimləri müəyyən edən açar sözümüz müxtəlif nitq hissələri və amonim. Amonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. Biz bunları seçərkən hər iki halda mak-mək şəkilçisindən istifadə edirik. Mak-mək məstər şəkilçisi qoşula bilən sözlər eyni nitq hissələrində atılır, müxtəlif nitq hissələrində isə götürülür. İndi baxaq neçə sözə burada qoşa bilərik. Barmaq sözünə qoşa bilərik, amma barmaq artıq feil olmayacaq. O yəni orada mak şəkilçi kimi qoşulmayacaq. Ona görə bizlə işimiz yoxdur. 2. Yar, yarmaq sözü qoşuldu. Buruğa qoşulmadı, sarımaq qoşuldu, udmaq qoşuldu. Qalan sözlərə tov, çay, aşıq, göy qoşmaq olmur. İndi bizim seçəcəyimiz variantda mütləq 2, 4, 5 olmalıdır. Necə işləyirik testlə? Əvvəl 2 ilə işləyək. 2 olmayan variantları kənarlaşdırırıq. B və E 2-yə görə kənarlaşdı. 4 olmayan variantı kənarlaşdırırıq. D-də 4 yoxdur, ona görə D kənarlaşır. Və 5 olmayan variantı kənarlaşdırırıq, C kənarlaşır. Yeganə cavabımız qaldı A variantı. 2, 3, 4, 5, 9. 2, 4, 5 biri mənası feil olmaqla amonimdir. 3, 9 isə bizdən asılı olmayaraq artıq cavabın içində keçdi, getdi. Yəni kənarlaşmanın vasitəsilə seçdik biz onu. 3, deməli burada buruq sifət və isim kimi, göy də yenə sifət və isim kimi amonimdir. Düzgün cavabımız A variantı.